Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Esselatu vesselamu ala seyyidina ve nebiyyina ve tabibi kulubena ve şefii zunubena Ebil Kasimi Mustafa Muhammed sallallahu aleyhi ve aleyhi ve sellem ve alihi tayyibine tahirinel ma'sumin ve la'netullahi ala a'daihim ecma'in minel an ila qiyami yevmiddin. Amma ba'd. Salam, hər vaxtınız xeyirli olsun əziz izləyicilərimiz. Yenə həmişəyi kimi yeni bir mövzu ilə qarşınızdayıq. Mövzumuz da bundan ibarət olacaq. Qədr gecəsində nə baş verir? Doğrudan da mübarək Qədr gecəsi aktual və qlobal mövzulardan biridir. Bunun nə dərəcədə aktual və qlobal mövzusunu olmaqlığını bilmək istəsək, elə mübarək Qədr surəsinin 2-ci ayəsinə diqqət yetirməklə bizə bəlli olacaq ki, Mütəal Allah buyurur: Bismillahirrahmanirrahim. Və mə ədrakə mə leylətul qadr. Sadaqallahul aliyyul azim. Xitabən Muhammed sallallahu aleyhi və səlləmə Mütəal Allah buyurur ki, sən hardan bilərsən ki, Qədr gecəsi nədir? Ardınca Mütəal Allah bilafasilə bu suala 3-cü ayədə cavab olaraq buyurur: Bismillahirrahmanirrahim. Laylatul qadru xayrun min əlfi şəhr. Sadaqallahul aliyyul azim. Qədr gecəsi 1000 aydan xeyirlidir. Bu ayənin ahangindən belə məlum olur ki, Qədr gecəsinin əzəməti o qədər genişdir ki, hətta növbəti ayə özündən əvvəlki ayəni izah etməyincə, bütün elmlərə vaqif olan Həzrəti Muhammed sallallahu aleyhi və səlləm belə o gecədən xəbərsiz idi. Bildiyiniz kimi 1000 ayı hesablamış olsaq, 1000 ay 80 ildən çoxdur. Əgər burada məhz rəqəmin özünü əsas gətirərək izah gətirsək, yenə də gözəl və bərəkətli bir ömrün şahidi oluruq. Yəni Qədr gecəsinin fəziləti 80 il xeyir ömür sürmüş bir insanın ömründən xeyirlidir. Bu ayənin nazil olma səbəbi ilə bağlı bir neçə rəylər, nəzəriyyə mövcuddur ki, onlardan birini də Cəlaləddin Suyuti Əd-Durrul Mənsur təfsir kitabında gətirmişdir ki, Həzrəti Muhammed sallallahu aleyhi və səlləm ki, Peyğəmbər orada buyurmuşdur: Bəni İsraildən olan bir sərkərdə döyüş paltarını 1000 ay əynindən çıxarmamış və Allah yolunda döyüşə hazır olmuşdur. Həzrəti Muhammed sallallahu aleyhi və səlləm bu hadisəni söyləyərkən sahabələr həmən şəxsin barəsində qibtə edib və belə bir saadətin onlara da nəsib olmasını arzu etmişdilər ki, bir rəy budur ki, bu anda Leylətul qadru xayrun min əlfi şəhr ayəsi nazil olur ki, bəs Qədr gecəsi 1000 aydan xeyirlidir. Sonuncu ayəsinə də diqqət yetirəndə görürük ki, Mütəal Allah buyurur ki, niyə Qədr gecəsi bu qədər aktual və qlobal mövzudur ki, bu ayda nə baş verir? Mütəal Allah sonuncu ayə ilə buyurur: Bismillahirrahmanirrahim. Selamun hiyə hatta mətla'il fəcr. Sadaqallahul aliyyul azim. Sübh açılana dək əminamanlıq, rəhmət və bərəkət dolu olan bir gecədir. Ayədən də bizlərə anlaşıldı. Yəni o gecə Quran nazil edilmiş, insanların ibadət və əhyaları 1000 ilin ibadətindən daha fəzilətli sayılmış, Allah bütün xeyir və bərəkəti o gecədə insanların üzərinə endirmişdir. Məlumdur ki, Qədr gecəsinin xüsusi bir gecədə olması barəsində heç bir dəqiq məlumat yoxdur. Amma məşhur nəzəriyyələr var ki, məxsusən Ramazan ayının 19-u gecəsi, 21-i gecəsi və 23-ü gecəsi ehtimal olunur ki, İmam Sadiq əleyhissalam da bu barədə belə bir hədis vurğulayır ki, Nur-u Səqəlində gəlmişdir bu hədis. Mübarək Ramazan ayının 19-cu gecəsində müqəddərat yazılır insanların barəsində, 21-ci gecəsində hökm çıxarılır və 23-cü gecəsində isə imza vurulur. Mütəal Allah bizləri Qədr gecəsində müqəddəratı yazılmış bəndələrindən qərar versin. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuh.